Bank kartınızı göndərin, yardım edim. Kartınızın şəklini atın, beh verim. Və ya hesabımıza vəsait ödəyib böyük gəlir əldə edin. Bunlar onlayn yolla dələduzluq edənlərin son vaxtlar ən çox işlətdiyi ifadələrdir. Rəqəmsal texnologiyalar inkişaf etdikcə internet şəbəkəsi üzərindən dələduzluq edərək vətəndaşların pulunu mənimsəyənlərin də yeni aldatma üsulları formalaşır. Bu növ dələduzluqla məşğul olanlar ən çox Instagram və Telegram platformalarında qurbanlar axtarır. Müsahibimiz Leyla Əmirova da Telegram platformasında kiberdələduzların toruna düşüb. O yüksək gəlir əldə etmək üçün özü də bilmədən dələduzların hesabına küllü miqdarda vəsait köçürüb. Bu mesaj mənə gələndə mənim ilk onlara cavabım oldu ki, mən heç kimə heç nə göndərməyəcəm. Dedilər, narahat olmayın. Siz sadəcə link olacaq, göndərəcəyik, siz ora girəcəksiniz, screen eləyib atacaqsınız, nə bilim neysə alırsınız, sonra geri qaytarırsınız və s. və s. 13.480 manat ziyan dəyib. Polisə də müraciət elədim, izahat da yazdım, bölməyə göndərdilər, oradan idarəyə çağırdılar və son olaraq polis tərəfindən deyir, cinayət tərkibi tapılmadığı üçün cinayət işinin açılması rədd olunub. Müsahibimiz deyir ki, belə problemlə üzləşmiş onun kimi yüzlərlə insan var. Realda tanımadığım şəxslərdir, hətta xarici adlar, xarici nömrələr idi amma Azərbaycan dilində yazırlar. Bir miqdar pul oturdandan sonra oradakı o hesabda görürsən o pulu. Deyir ki, indi onu çıxartmaq üçün filan şey eləməlisən, sən də onu çıxartmaq üçün, yəni deyirəm də, bu özünə məxsus bir hipnozdur. Yəqin ki, bunlar bunun məktəbini keçirlər, yəni necə olur. Ona görə qətiyyən heç elə insanlarla məncə düzgün deyil, heç danışmaq belə. Biz kiberdələduzluğun qurbanı olmuş yalnız bir şəxsin nümunəsində bu problemə işıq saldıq. Belə şəxslərin sayı isə yüzlərlədir. Daxili İşlər Nazirliyi mütəmadi olaraq vətəndaşlara çağırış edərək onları kiberdələduzların yalan vədlərinə və təkliflərinə aldanmamağa çağırır. Paralel olaraq ölkəmizdə əksər banklar da vaxtaşırı olaraq vətəndaşların mobil telefonlarına xəbərdarlıq mesajları göndərərək şəxsi bank və kart məlumatlarını tanımadığı şəxslərlə bölüşməməyi tövsiyə edirlər. Amma bütün bunlara baxmayaraq, əhalinin bank kartlarından kütləvi oğurluq hallarının sayı günbəgün artmaqda davam edir. Bəs bank kartlarından oğurluq hallarının qarşısını necə ala bilərik? Bu qədər məlumat olduğu halda necə olur ki, vətəndaşlar kiberdələduzların qurbanına çevrilirlər? Bugün sabaha saxlamadan mövzu ilə bağlı bir sıra suallara aydınlıq gətirməyə çalışacağıq.